Qardaş, almıyorsun bu evi. Evin otaqlarını gəlsən qutarmaq bilmir. Alacaqsan, uşaqların otağı üstə dalaşacaq. Ay, labirentdir. Qardaş, bu otaqdan çıxırsan, o otağa girsən, o otaqdan çıxırsan, bu otağa girsən, tapa bilmirsən. Evin qonaq otağı haradadır, yataq otağı haradadır, mənim otağım haradadır, uşağın otağı haradadır. Gəl başdan göstərim, diliklərimi özünüz demək. Demək, bura mənzilin giriş qapısıdır. Mənzil yerləşir Xırdalan şəhəri, A-Park yaşayış kompleksi 18 mərtəbəli binanın 4-cü mərtəbəsində. Girişdən sol tərəfdə belə bir ayaqqabı üçün, paltar asmaq üçün dolab yığılıb. Burada bizim 700 litrlik içində delfin balası olan akvaryumumuz. Burada da ki pamukla şəkər. O birisini hələ tapmamışıq, siz kommentdə yazarsınız adlarım. Bu şiri də burada dayandırmışıq ki, bizim bu balıqlardan, quşlardan müğayət olsun. Nəzərinizə çatdırım ki, evin içərisində gördüyünüz aboyların hamısı eko aboydur. Yuyula bilən, silinə bilən aboylardır. Dayandığımız bu yerdə istipoldur. Evə əlavə olaraq radiatorlarda quraşdırılır. Başlayaq mənzilin qonaq otağından. Ev özü danışır, mənlə danışım qardaş. Deməli, mənzilin qonaq otağı kifayət qədər genişlikdədir. Onu da nəzərinizə çatdırım ki, çəkiliş zamanı gördüyünüz bütün əşyalar satış qiymətinə daxildir. Bura şəxsi yaşayış üçün təmir olunub. Bax, gördüyünüz bu işləmələr var. Bunlar hamısı qəlibdən çıxan gipsdir. Yəni kardon, penoplastat belə bir şeylər yoxdur. Hamısı qəlibdən çıxan gipslərdir. Burada da nə görürsünüz, nə varsa hamısı yeni sahibinə saxlanılacaq. Yayın ortasında biz kamin yanındayıq. Harada var belə bir şey? Hə, bir şey də nəzərinizə çatdırım ki, mənzilin işıqlandırılması superdir. Baxın. Bu ayrı bir işıq, bu ayrı bir işıq, o ki söndür. Bunu yandıra da bilərsən, bunu da istifadə edə bilərsən, bunu da istifadə edə bilərsən. O sənin romantik dərəcəndən asılıdır. Mənzildə 2 sanitar qovşağı var. Və bütün otaqlara pəncərə düşür, az qalır sanitar otaqlarına da pəncərə qoysunlar. Gir buranı çək bir dənə. Hamısı keyfiyyətli, bahalı və zəmanətlə alınan aksesuarlarda hamısı da istifadəyə yararlı vəziyyətdədir. Otaqları yadında saxlayıb bilək aranı çəkmiş yara qalır. İkinci sanitar qovşağıdır. Keçəyin üstündə dava gedən uşaq otağından başlayaq. Demək, bura mənzilin uşaqlar üçün nəzərdə tutulmuş yataq otaqlarından biridir. Burada super şəkildə dizayn olunub. Baxın, gördüyüm bəğlar dediyim kimi, bunlar hamısı qəlibin içərisində gipsdən yığılıb. Yəni kardon, penoplast belə bir şey yoxdur burada. Buradakı əşyalardan hamısı qalacaq. Keçək ikinci uşaq otağı göstərək. Mənzilin istilik sistemi, kombidir, radiatorlar çəkilib, kafel metlaq olan yerlərdə hamısı istipoldur. Bax, burada da bütün əşyalar qalacaq. Bu da mənzilin ikinci uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Burada super dizayn olunur. Keçək böyüklər üçün nəzərdə tutulmuş yataq otağına. Mənzilin 2 balkonundan biri açılıb, mənzilə qatılıb. Burada belə bir dizayn yaradılıb. Gördüyünüz pəncərənin qabağı boşdur, boşluğa baxın. Havalandırmaq üçün superdir. Keç onu da göstər. Buradakı bütün əşyalar da qalacaq. Bəyək demişdim, bu da onlardandır. Hətta Nuhun gəmisidir. Batmaq üzrə tücək. Son olaraq mənzilin mətbəx hissəsini çəkib təqdim edirəm. Mətbəx hissəsi bir qonaq otağı boydadır. Burada yemək, bişir, qonaqlar bu qarşıda otur, ye, iç, çıx balkona, açıl balkona, bir dənə hava al, gel qonaq otağında otur, Türk seriallarına bax. Mənzilin sənədi müqavilədir. Adana da keçimi xərcləri qiymətə daxildir. Start olaraq qiymət 185 min nəzərdə tutulub. Real alıcı ilə danışıq aparmaq mümkündür. Təbii ki, gəlsin bu mənzilə baxsın, mənzili görsün. Bizim də bu mənzilin içərisində görürük, bütün üstünlükləri görürük. Amma sən videoda görürsən, əziz qardaşım, gəl mənzilin içərisinə gir, bax, ondan sonra başa düşəcəksən ki, doğrudan da qoyulan qiymət qat-qat aşağıdır. Çünki bu mənzilin təmirinə 6 ay vaxt gedib.
Start olaraq 185 mindən çıxıb bazara. İnşallah real müştəriyə, real alıcıya endirim nəzərdə tutulub.